Güney Azərbaycan Milli Hərəkatının sədaqətli övladları Vədud Əsədi və Tahir Nəqəvi tərəfindən 19 gündür davam etdirilən aclıq aksiyası onların ədalətə, insan haqlarına, millətimizə və vətənimizə sarsılmaz bağlılığının, eləcə də milli azadlıq mübarizəmizə və milli kimliyimizin qorunmasına dair qətiyyətli iradələrinin aydın göstəricisidir. Bu fədakar və igidcəsinə addım yalnız siyasi məsuliyyət deyil, həm də milli vicdanın səsinə verilmiş uca bir cavabdır və bütün Güney Azərbaycan türkləri tərəfindən böyük hörmət və dərin sayğı ilə qarşılanır. Azərbaycan milləti olaraq biz də Vədud Əsədi və Tahir Nəqəvinin yanında dayanır. Onların mübarizəsini dəstəkləyirik. Onların sağlamlığı milli azadlıq hərəkatımızın davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Hörmətli Vədud bəy Əsədi və Sayın Tahir bəy Nəqəvi, milli mübarizəmizin sabahı naminə aclıq aksiyasına son verməyinizi xahiş edirik. Güney Azərbaycan xalqı və milli azadlıq hərəkatı sizinlə birlikdədir və mübarizənizə tam dəstək verir. Biz inanırıq ki, sizə və Türk millətinə haqsızlıq edənlər öz əməllərinə görə cavab verəcək və azadlıq yolunda qələbə bizim olacaqdır. Yolumuz çətindir, lakin sonu mütləq zəfərdir. Gələcək bizimdir. Güney Azərbaycan Cümhuriyyət Partiyası İnsan Haqları Müdafiə Mərkəzi